Çox çətin dünyada gedən proseslər bir zaman dönəmindəyik. Hər kəs 3-cü Dünya Savaşından danışır. Mənə də özümə görə inanan bir təbəqə adamlar ki var, soruşurlar ki, siz dedikləriniz İran barədə baş verir. İndi iki zaman İranda protestoların qabağına hər biri nə yolla olursa olsun, təbii ki orada Çin və Rusiya gücü hiss edirik. Təbii bir haldır. İtirazçıları susturacaq, otuzduracaq etirazları. Amma bu o demək deyil ki, İran savaş bitəcək. Savaş başqa şeydir, daxili etirazlar başqa şeydir. Amerika həmən etirazları özlərinin barmağı olduğunuzu deyənlər də var, deməyənlər də var. Biz indi siyasi cəhətdən o şeylərə qarışa bilmərik. Hisslərim deyir ki, bəli, İranı vuracaq. Biraz tezi geçi var. İranı vuracaq. İran təzədən İsraillə savaşdığı kimi bitməyən bir savaşa doğru gedəcək. Amma bunun Azərbaycana 2026-cı ilin, hələ ki də bu yaxın müddətdə Azərbaycana onun heç bir ziyanı görmür. Nabrot Azərbaycan Zəngəzur məsələsində İran biraz bilirdiniz ki, efirlərdə göstərdiyinə görə İran pro-TV idi Zəngəzur koridorunun açılmağına. İndi İran həmən Zəngəzur bölgəsinə heç nə edə bilməyəcək. Yəni Azərbaycan nabarot o Zəngəzur yolunu açacaq, istədiyinə nail olacaq. Çünki İranın başı özünə qarışacaq və bu İranda baş verən olayların sonunda Amerika bir bahanə axtarırdı. Düzdür, protestolar dayanacaq, sakitlik baş verəcək, elə o vəziyyətə gətirəcək və bu vəziyyət yaşanarkən bir də gördü ki, Amerika İranı vuracaq. Çünki Amerika, İsrail, yəni NATO'larında və Amerika yanlı güclərin İranı vurmağı qaçılmazdı. Çünki protestoların, etirazçıların sakitləşdirəcək bir dönəm gələndə mənə çoxları deyəcək ki, hə, İran sakitləşdi, nə oldu filan. Biz İranın qarışacağını, gərgin olacağını bir gün göz açacaq, görəcəksiniz ki, İran cəmaat ora-bura qaçır, qan içində olacaq demişdim. Hal-hazırda hərə bir say deyir, 500, yüzlərdən çox adamın ölməsi, minlərə yaxın artıq qan içindədir deməkdir. Amma bunların etirazlarının qabağını alıb susturacaqlar. Mən bunu belə hiss edirəm. Baxmayaraq bu etirazları susturacaqlar, amma savaş qaçılmazdır. Savaş İranın mütləq olacağını hiss edirəm. Amma siz bu İrandan danışarkən Rusiyadan atacaq olan çox büyük raketlərin dünyada səs-küy salacağından da danışacaq bütün dünya. İranı unudub Rusiya-Ukrayna savaşın təzə bir mərhələyə keçməyindən danışan bir dönəm gələcək və bunu mən deyirəm hal-hazırda bu barədə. Bax, bugün həm İrandan danışır siyasətçilər, vaxt var idi İrandan danışmayanda Nadim proqnoz vermişdi.